Ey yaradan gör məni, dərdə dözüm qalmayıb, səndən ümid ummağa, artıq üzüm qalmayıb. Bir kərə sevdi könül, eşq oduna oldu kül, yandı ürək daş deyil, söndü közüm qalmayıb. Söz eşidən dinləyən, hər sözə can söyləyən, dərdimi dərd eyləyən bir əzizim qalmayıb. Olmaz idi düşmənim, mən mənə oldum qənim, özgə kürəkdə mənim xəncər izim qalmayıb. Döyməsə zərgər zəri, baş tacı olmaz yeri, qəm də ömür zərgəri, başqa düzüm qalmayıb. Bizim dəyərli qonağımız var ki, sevərək təqdim eləmək istəyirəm. Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü şairə Qəzəlxan Kəmalə xanım. Şahbazi studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Kəmalə xanım. Sabahınız xeyir. Sizi görmək çox xoşdur. Mənə də xoşdur sizinlə eyni verilişdə olmaq. Daha da parlaq, daha da gözəl görünürsünüz. Keçən efirlərimizdən də gözəlsiniz. Maşallah. Siz də eləsiniz. Necəsiniz? Əhvalınız necədir? Şükür. Hər şey yaxşıdır. Sizin məncə yazdığınız o qəzəllər, yazdığınız şeirlər öz simanıza, çöhrənizə yansıyır. Çox sağ olun, sizin gözəlliyiniz. Təşəkkürümüzü bildirirəm. Mətbəxdən gəlirəm. Elə mən soruşmaq istəyirəm sizin bu qələminizin sevgisi, qələminizin gücü qədər mətbəxdən bəs o qazanlarınızın gücü necədir? Məcbur. Məcbur yaxşıdır. Hə, yəni bişirməyi daha çox sevirsiniz yoxsa yeməyi? Heç birini. Sizdən gözəl şeirlər, sizdən gözəl qəzəllər eşitməyi arzulayıram. İnşallah ki, bu arzumuz reallaşacaq önümüzdəki dəqiqələrdə. Ümumiyyətlə, mənə maraqlıdır. Söz adamı necə anlayır ki, bu sənət məhz elə onun üçündür? Yəni, mən düşünürəm ki, şairəlik, publisistika və yaxud da qəzəlxanlıq bu sonradan yaranan bir istedad deyil. Bu fitri istedaddır. Yəni, necə anladınız ki, siz bu dünyaya məhz elə şairə, qəzəlxan olaraq gəlmişsiniz? Şiir gizli-gizli yazardım. Müğənnilər oxuyub artıq tanıtdıqdan sonra çox çalışdım ki, adımı silsinlər. Amma silmədilər, dedilər yox, mahnı da tutdu belə elə. Sonra artıq məcbur açıqladım. Niyaməddin Musayev məni şeir məclisinə götürdü, Həkim Qəninin məclisinə. Sonra oradan Ələmdar Mahirin, bugün onun 75 illik yubileyidir, oraya da gedəcəyik. Yəni, sonra orada məclisimizdə təbii ki, Hacı Arpuzovnalı, Hacı Səyyar, İlqar Fəhmi, Axund Azər kimi ustadlarla, dostlarla öyrəndim əruzu. Neçə yaşınızda? 20 yaşlarda. Gənc yaşlarda. Və ən çox baxdım ki, mənə yaxın olan əruzdur. Və İlqar Fəhminin gözəl bir müsahibəsində eşitdim, deyir ki, qəzəli, əruzu hər insan sevməz, çətini sevən insanlar sevər. Mən xoşlayıram, məsələn, özümü soyuğa öyrətmiş, istiyə, soyuqda soyuğa. Çətini sevirsiniz? Çətini özümə alışdırmışam, öyrətmişəm ki, heç vaxt kimsəyə olmayayım, möhtac qalmayayım. Möhtac qalmayayım. Əslində, bu bəlkə də müəyyən bir uşaqlıqdakı yaşadığınız nələrinsə bəhrəsidir. Mən yazırdım şeirlər, sadəcə onlar bilirdilər ki, məndə şeirlər var. Mahnı uyan sözlər biraz olmalı. Amma sonra onu mahnının üzərində, yəni otuzdurmaq deyildi, musiqinin o notlarla, o düzgün səslənməsi, bu bir başqa yəni aləmdir. Sizin ağlınızda olduğunuz bir zamanda, Kəmalə xanım, istəyəcəm siz ara-sıra bizə şeirlərlə ruhumuzu gözəlləşdirəsiniz. Mən sizi belə deyimdə çox da üzərinizə gedib incitmək istəmirəm, çünki siz çox incə ruhlu bir xanımsınız. Amma sizdən bol-bol şeir istəyəcəm mən bugün. Darıxır sevginə möhtac ürəyim, sən gedəli. Sevgimizi hər zaman onlar sağkən bildirək. Kəmalə xanım, çox dərin təşəkkürümüzü bildiririk sizə. Mən istəyəcəm daha da gözəl şeirlərinizi bizimlə bölüşəsiniz. Siz bayaq elə reklam fasiləsində bir cümlənizi deyirsiniz, insan bir saat düşünür.
bir saat düşünür ki, bu cümlənin necə dərinlikləri var, necə fəlsəfi tərəfdən yanaşır. Əslində qəzəl, bu əruz vəzni qəzəl adətən bu bəylərə məxsus olan bir janrdır, düzdürmü? Necə oldu ki, siz məsələn bu qədər janrların içində ən çətinini seçdiniz? Bayaqki söhbətə qayıdım onda. Çətin Xarakterinizlə. Asan mənlik deyil. Bir də hər kəs özünə, öz ruhuna yəqin ki, bilmirəm, sevirəm qəzəl. Şeir, hecada yazmaq çox asan belə heç nə gəlir. Tarix boyunca da baxsaq, qəzəlxan qadınlar, qəzəlxan təbii ki, kişi qəzəlxanlar çoxdur və güclüdürlər. Həqiqətən də güclü, kişilər güclüdür, şairlər də, qəzəlxanlar da. Qadınlar tarix boyu baxsaq daha zərif, o qədər güclü yazan qəzəlxan yoxdur, deyə bilərəm. 100%. Və ustadlar mənə bunu dedi ki, tarix boyu o qədər güclü yazan qəzəlxan qadın yoxdur. Elə eləmək lazımdır ki, bir işi görəndə. Mən məsələn, hələ də yazıram, bizim Yazıçılar Birliyinin Xəzər bölməsi var. Arif Buzovnanın sədrliyi, Kəmal Hüseynzadə poeziya rəhbəridir. Yazıram, 3 ayda bir gətirirəm, orada qəzəlləri özüm redaktə edirəm, 1 ay sonra özüm redaktə edirəm. 1 ay sonra əmin oluram ki, hə, bu üzə çıxacaq, ya bunu cırıb atacam. Hətta. Əmin olduqlarımı özüm seçirəm, seçdikdən sonra gətirirəm Xəzər bölməsinin məclisində Kəmal Hüseynzadənin poeziya rəhbərliyi ilə, Arif Buzovnanın sədrliyi ilə oxuyuruq, təhlil edirik, qüsurlarımız varsa bilirik. Kəmal xanım, bayaq qeyd ediniz ki, 20'li yaşlarında təxmini özümü bu sahədə gördüm. Məsələn, bayaq Ruhiyyə xanım, bizim dəli psixoloqumuz dedi ki, uşaqlıqdan mən həvəskar yazırdım. Və sizin ilk dəfə, belə deyim, sözə, şeirə, eşqiniz, məhəbbətiniz necə başladı? İlk eşqiniz. O, sevgiyle eşqlə də deyil. Mənim Beyləqanlı Tahir deyə Bakıda tanıyırlar onu, Şahbazov Tahir dayım. Hətta yadımdadır ki, ona yazmışdım. Mən onu çox sevirdim, atam kimi sevirdim onu, Allah rəhmət eləsin. Mən ona yazdığım şeiri bilirəm uşaq vaxtda. Amma üzə çıxartmamışdım təbii ki. Amma Niyaməddin Musayev mənim Nərgizim şeirimə sevərək gətirmişdi məclisə. O zaman mı anladınız ki, bu sizin həyat amalınızdır? Yəni bu qəzəllər, şeirlər sizin həyat amalı olduğunuzu, yəni Niyaməddin Musayev bizim dəyərli sənətkarımızın təşəbbüsündən sonra mı anladınız? Əslində sadəcə biz ruhumuzun qidasıdır, bəlkə də ruhumuzu dincəldirik. Eynən. Hələ də bir şey anlamış deyilik. Eynən, eynən. Kəmal xanım, bəs sizin uşaqlıq xatirələriniz mənə çox maraqlıdır. Valideynlərinizlə bağlı xatirələriniz, neçə övlad olmusunuz evdə? Ümumiyyətlə, valideynlərinizin sizin üzərinizdəki təsiri haqqında, bu sahəyə gəlməyinizdə, bu sahəyə olan marağınız, ümumilikdə istəyəcəm bir şərh eləyəsiniz o mövzuları. Anam ədəbiyyat müəllimi idi və o vaxt təbii ki, indiki kimi deyildi. Anam hər gün bizi başına toplayıb, dərslərimizi elədikdən sonra bizə kitab oxuyardı. Şeir, qəzəl oxuyardı. Sizin xəmiriniz şeirlə, qəzəllə yoğrulur. O hər axşam bizim kitab saatlarımız vardı və bizə anam nağıl yox, açıqcası. Anam bizə əsərlər oxuyurdu və ən çox da Füzulini, Nizamini, Nəsimini oxuyurdu. Ədəbiyyat müəlliməsi idi, bəlkə ona görə. Sizin o incə ruhunuz da demək ki, oradan gəldi. Xəmiriniz o qəzəllərlə, əsərlərlə, romanlarla, poeziyalar, incə sənətlə yoğrulub, incə deyərlər. Bəs neçə övlad olmusunuz evdə? 3 qız. 3 qız olmuş. Üçüncü qızsınız siz evdə? Mən üçüncü. Üçüncü qız. Evin kiçiyi. Ona görə sizin xarakterinizdə o hər şeyin ən, necə deyim sizə, çətininə getməyin. Ruhiyyə xanım bu mövzuları daha gözəl şərh eləyər, mən düşünürəm.
bizim görüntülərimiz var. Mən istəyəcəm elə gələsiz mənim yanıma. Birlikdə o görüntülərimizi izləyək. Aha, bizim həmin o görüntülərimizi izləməyimiz üçün redaktorumuz deyir ki, mütləq Kəmalə xanım gəlməlidir Gülnar xanımın yanına. Elə gəlin birlikdə görək o nə görüntülərdir. Mən əslində müəyyən qədər bir ucundan, qulağından bilirəm. Amma o görüntüləri istəyirəm birlikdə bir izləyək. Həmin o görüntüləri. Buyurun, buyurun. Yenə həyat vurdu səni. Yıxılmadan qalx ayağa. Sil yenidən başla yenə. Duyulmadan qalx ayağa. Çox yükün var bu yaşında. Yoruldun qəm yarışında. Sən bu həyat savaşında. Vurulmadan qalx ayağa. Yenə həyat vurdu səni. Ne gözəl, çox gözəl. Hətta kliplərdə belə sizin səsinizlə, sizin sözünüzlə başqa bir rəng qatılmış olur. Mən sizi uzun illər tanıdığım üçün Kəmalə xanım bilirəm ki, sizin televiziya təkliflərini qəbul eləməyiniz şou-biznesə qatılmaq istəyi deyil. Əminəm sizlə işləmək istəyən, baxın elə görüntülərdən də gördüyümüz kimi kifayət qədər çox sayılı şou-biznes nümayəndələri, müğənnilər də çox sizlə işləmək istəyən, sizdən həmin o sözləri götürüb onlardan gözəl mahnılar, əsərlər gətirmək istəyən kifayət qədər çox sayılı şou-biznes nümayəndələri var ki, əminəm bu mövzularla bağlı sizin də müəyyən fikirləriniz var. Bəli, ən çox bunu əslində toxunmaq istəyərdim. Mənim məqsədim keyfiyyətli şeir, keyfiyyətli söz və keyfiyyətli qəzəl təbliğ etmək. Yəni heç kim inciməsin. Mən şou-biznes mənə görə deyil, olmayacaq da. Mən sadəcə öz vətənim üçün, Azərbaycanım üçün əlimdən gələn nədirsə onu etmək istəyirəm. Əgər lazım gələrsə, səviyyəli şəkildə bir iş görürsəm eləyərəm, yoxsa eləmərəm. Və mən çox istəyərdim ki, hər kəs öz işini layiqincə görsün. Həqiqətən də sizin çıxışlarınızda, sizlə həmsöhbət olanda, istər telefondan, istər şəxsən görüşəndə belə, siz hər sözünüzün efirdə yox, efirdən kənar vaxtlarda da Azərbaycan eşqi var. Sizin qanınızda Azərbaycan qanı var və xəmiriniz həm də Azərbaycan eşqi ilə yoğrulub, necə deyərlər. Əminəm ki, sizin Azərbaycanımızla bağlı, bizim odlar diyarımızla da bağlı çox sayılı şeirləriniz, qəzəlləriniz, sözləriniz var. Bilirəm, spontandır, plansızdır, amma ağlınızda bir şeiriniz varsa vətənimizlə bağlı, söz sizin. Deyim mi burada? Zəhmət olmasa. Kəmalə xanım, mən çox şəxsiyə təbii ki, uyğun bilmirsinizsə, icazə bilmirsinizsə, mən çox daxil olmaq istəmərəm. Sizə çox böyük hörmətim var, sizə sevgimi bilirsiniz, sonsuzdur. Bayaq ailənizlə bağlı soruşanda atanızı vurğulamadınız. Niyə? Atanız haqqında heç bir şərh bildirmədiniz. Əslində mən heç vaxt zəif nöqtələrimi danışmaq istəmirəm, bəlkə ona görə. Bir də nə başqasının sözünü, nə də heç öz sözümü danışmağı da sevmirəm. Bilmirəm nə qədər doğru olar deyim. Bir onu bilirəm ki, məktəbə getməyə başlayanda gəldim, bacıma utanaraq dedim ki, ata nə deməkdir? Qızlar danışırdı. Elə, onun üçün gərək yox özəl danışmağa. Aydındır. Əslində qızların ən zəif və ən həssas yerləridir ataları. Amma kaş ki atalar da o zəif yerimizi özləri üçün güclü olaraq istifadə eləməyi bacarsınlar. Əslində həqiqətən də həm müasir dövrümüzdə, həm elə bizim uşaqlıq dövrümüzdə mən də hər zaman bax sizin düşüncədəyəm. İndi bəlkə də səmimiyyət yaranıb, bəlkə də bu fikirləri efirdə deməməliyəm. Çünki mən də hər zaman o zəif tərəfimi bildirməməyə çalışıram. Zəifimdən vurarlar düşüncəsi. Qədim qəzəl mədəniyyəti müasir duyğular və dövr ilə ifadə eləmək nə qədər mümkündür? Çox gözəl mümkündür. Buna yaşayıb yaratmaq. Buna misal şairlərimiz də var indi, yaxşı qəzəlxan şairlərimiz var. Yəni ərəb sözlərini çıxardaraq gözəl yeniliklər gətirərək çox gözəl qəzəl janrımız inkişaf etməkdədir deyə bilərəm.
Sizin bir sosial şəbəkənizdə bir video izləmişdim. Təxminən bir neçə öncə. Hər sözü düz söylədim. Kim belə xoşlar məni? Haqq həmişə mənlədir, haqsızı daşlar. Onu istəyəcəm sizdən təzədən belə bir o şeiri, bəlkə də varsa başqa şeir istəkləriniz də deyə bilərsiniz, amma o şeiri də mən sizdən istəyəcəm ki, o şeiri mütləq mənim dəyərli qonaqlarım Leyla xanım, Ruhiyyə xanım da mütləq dinləsinlər. Tanrı bu şahbaziyə gülməyi də qismət et. Etmədi məğlub, fəqət yordu savaşlar məni. Çox dərin təşəkkürünüzü bildiririk. Heç zaman savaşlar sizi yormasın. Hər zaman Tanrı Kəmalə Şahbazini ucaltdıqca ucaltsın. Ey yaradan gör məni, dərdə dözüm qalmayıb, səndən ümid ummağa artıq üzüm qalmayıb. Bir kərə sevdik könül, eşq oduna oldu kül, yandı ürək daş deyil, söndü közüm qalmayıb. Söz eşidən dinləyən, hər sözə can söyləyən, dərdimi dərd eyləyən bir əzizim qalmayıb. Olmaz idi düşmənim, mən mənə oldum qənim, özgə kürəkdə mənim xəncər izim qalmayıb. Döyməsə zərgər zəri, baş tacı olmaz yeri, qəm də ömür zərgəri, başqa düzüm qalmayıb. Qəm də ömür zərgəri, bunu taxdıq qulağımıza. Həqiqətən də kim artıq bugünə etibarən qəmlənsə, düşünsün ki, bu bir ömrün zərgəridir. Necə ki, zərgərlər o daşları döyülərək gözəlləşir, parıldayır. Qəm çəkdiyiniz zamanlarda da düşünün ki, həyatınızın rəngidir, gözəlləşirsiniz, daha da mükəmməlləşirsiniz. Çox dərin təşəkkür edirəm hər birinizə. Leyla xanım, sizin ifanızla proqramımız belə başqa bir rəngə keçdi. Sizin proqram... Təşəkkür edirəm sizə. Çox sağ olun. Çox məmnunam sizinlə. Həqiqətən sizinlə ünsiyyət çox gözəldir. Bizim üçün də böyük şərəfdir. Sizin misralarınızın ağuşu aldı apardı bizi haralara. Çox dərin təşəkkür edirəm. Mən təşəkkür edirəm. Həqiqətən də Azərbaycan incəsənəti üçün çox dəyərli simalardansınız və Azərbaycan söz dünyasında dərin bir iziniz var, dərin bir adınız var. Azərbaycan Respublikasının Yazıçılar Birliyinin həqiqi üzvü şairə Qəzəlxan Kəmalə xanım Şahbazi sizəmizin özəl qonaqlarından idi və